Mələklər Allahın qullarından olan bir varlıqdırlar. Uca Allah onları nurdan yaratmışdır. Allah onları özdə ibadət və itaət etmələri üçün yaratmışdır. Onlar ona həmd ilə zikr edir, onun əmrlərinə itaatdır ki, onların sayını yalnız Allah bilir. Mələklərə iman etiqadın əsaslarından biridir ki, onsuz iman tamamlanmaz. O, özündə 4 şey ehtiva edir. Onların varlığını və onların Allahın tabe edilmiş bir məxluq olduğunu qəti şəkildə təsdiq etmək. Adları bilinənlərin adına iman etmək. Cəbrail, Mikail, İsrafil və başqa mələklər, Allahın onlara salamı olsun. Vəsifləri bilinənlərin vəsiflərinə iman etmək. Necə ki, Cəbrail əleyhissalamın vəsifində deyildiyi kimi, onun 600 qanadı var idi. Onunla üfüqü örtmüşdü. Əməllərindən bilinən əməllərinə iman etmək. Bunlar Cəbrailə vəhy gətirmək həvalə olunub. Ölüm mələyinə canları almaq həvalə olunub. İsrafilə sura üfürmək həvalə olunub. Mikailə yağış həvalə olunub. Onların arasında bəndəni evində, səfərində və hər şəraitinə himayəsinə həvalə edilmiş mələklər vardır. Onlar daim bəndənin yanındadırlar. Ki, onlara ərşi daşımaq həvalə olunub. Mələklərdən eləsi var ki, onlar məmur evinin ziyarətçisidirlər. Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur: "Məni məmur evinə qaldırdılar. Cəbraildən bu ev barəsində soruşdum. O dedi: Bu məmur evidir. Burada hər gün 70 min mələk namaz qılar. Oradan çıxarlarsa, son anlarına kimi ora qayıtmazlar." Mələklərdən kəramətli olan əməlləri yazanlar da var. Onlara bəndənin əməllərini qorumaq və onun etdiyi yaxşı və ya pis əməllərini yazmaq tapşırılıb. Odur ki, mələklərə olan imanınızı bütün nöqsanlardan uzaq olmasına diqqət etirin. Kim Allahın mələklərindən birinə düşmənçilik edərsə, Allahın